Salamlayıram bir daha değerli Azərbaycan xalqı, hər kəsi, başda şəhid anaları, ataları olmaqla hər birinizi salamlayıram. Bu günləri mən Bakı şəhərində jurnalistlər binasındayam. Kapitan qərargah rəisi Əsəd Həsənovun ailə üzvlərindən bir yerdəyəm. Bu günləri mən şəhidimizin ailəsini yaxından tanış oldum və ev muzeyini ziyarət etdim. Allah cəmi şəhidlərimizi məqamlıca eləsin və anamız Mələk ana yanımdadır və mən hər zamanki kimi şəhidlərimizin rəsmini çəkərək öz ailələrinə təqdim edirəm, təmənnasız olaraq. Və bu gün də mən kəşfiyyatçı Bahadır Quliyevin şəklini 95-ci ilin şəhidi olubdur. Birlikdə, yəni ki, bizim Əsəd Həsənovla rəsmini bir çəkdim. Yəni anamız belə istədi ki, mən 1-ci Qarabağ şəhidinlə bir yerdə istəyirəm şəklini. Mən də demək bu formada çəkdim ki, anamızın istədiyi kimi olsun. Bu günləri mən bu şəhidimizin şəklini anamıza təqdim edirəm. Buyurun. Mən də çox sağ olun deyirəm, xoş gəlmişsiniz deyirəm Pərvanə xanıma. Mən hər zaman izləmişim Pərvanə xanıma. Yaxından tanımasam da, yəni onun şəhid ailələrinin ziyarətini öz əməyi ilə, təmənnasız olaraq, öz əli ilə çəkdiyi rəsmləri şəhid ailələrinə təqdim eləməsini həmişə alqışlamışam. Yəni şəhidlərə dəyər verən bir el qızı kimi tanımışam. Və çox xoş oldu ki, bugün mənim də ocağıma gəldi, Əsədin ocağına yığışdıq və onun əllərindən çıxan bu gözəl rəsm mən yəni deyirəm ki, mənim balamın evinin ən gözəl bir hədiyyəsi, dəyərli bir hədiyyəsi olacaq. Çünki Pərvanə xanım bura öz ürəyini qoyaraq, öz ürəyinin şəhidinə sevgisini çəkib və burada 2 şəhid var, Ağdam şəhidi. Bahadır qardaşım deyəcəm, çünki məndən biraz balacadır, bir də mənim oğlum. Bunların ikisinin də bir yerdə rəsmini xoşa çəkdirməkdə bir məqsədim var. Mənim oğlum Ağdam, oğlum da gedən döyüşlərdə şəhid olub. Belə deyək də, bəlkə də Bahadır şəhid olan vaxtı mənim balam çox kiçik idi. Yəni mən heç vaxt ağlıma gələ bilməzdi ki, Əsəd böyüyəcək və gedəcək Ağdamda bu igidlərin, o zaman şəhid olan, bütün Azərbaycanda şəhid olan şəhidlərimizin qisasını alanlardan biri olacaq. O, erməni tapdağı altında 30 il əsarətdə qalan torpaqlarımızı azad edən qəhrəmanlardan biri olacaq və bir zamanlar onların ikisinin rəsmi mənim evimdə olacaq. Bugün Bahadırımın gözəl bacısı Arifəm də buradadır. Mən ona da xoş gəlmişsən deyirəm. Az bir müddətdə həqiqətən elə bir doğmalaşmışıq ki, bu istəyi, bu sevgini, bu istək hərarəti bizə, bax bu oğullar bəxş edib, bizi birləşdirən bu oğullardır. Mən hamısının qarşısında baş əyirəm, bir şəhid anası olaraq bütün şəhidlərimin qarşısında baş əyirəm. Biz analar öz oğullarımızla qürur duyuruq. Qürur duyuruq ki, yəni 30 il yerdə qalan, belə deyək, qisasımızı aldılar. Oğullarımızın, o zaman şəhid olan oğullarımızın ruhu artıq azaddır, sevinir. Bizim üçün nə qədər ağır olsa da evlad itkisi, amma çox qürur. Hər bir şeyin gözəl olduğu kimi ölümün də ən gözəli, ən alisi şəhidlikdir. Bizi də təsəlli edən budur. Və inanıram ki, sidq ürəklə də deyirəm, biz övladlarımızı boş yerə itirməmişik. Bütün, yenə deyirəm, şəhidlərimizin ruhu şad olsun. Allah hər bir anamıza içi özün qarışıq, səbir dözüm versin. Hər birimizə, bax bu gözəl oğulların qarşısında cənnətdə, axirətdə görüşməyi bizə nəsib etsin. Dəyər verənlərə, Pərvanə xanımın timsalında şəhidlərə ki, dəyər verirlər, analarını sevindirirlər. Yəni mənəvi dəstək olaraq hər birinə təşəkkür edirəm, sağ ol deyirəm. Onlar da öz, yəni belə deyək, sevgisini, vətənə borcunu, oğulların qarşısında borcunu, yəni bacardığı qədər əllərinə nə gəlirsə onlar edirlər.